Hər birinizə salamlar. Bu gün artıq biz 20 aprel 2025-ci il buraxılış imtahanındakı səhv sual videosunun ikinci hissəsi ilə birlikdəyik və mən bu gün sizə ikinci bir səhv sualımız olan bu sualın şərtindəki əksilikləri və səhvləri izah etməyə çalışacağam. O zaman videoya başlayaq, görək bizim sualımızdakı səhvlər və şərtindəki əksikliklər nədən ibarətdir. Sualda bizə deyilir ki, tərəfi 8 sm olan ABCD kvadratında S1 bölünsün S2 1/9 olarsa S2-ni tapın. Biz bilirik ki, S1-imiz bu kiçik üçbucağımızın sayəsidir. S1-imiz isə bu böyük üçbucağımızın sayəsidir. Və eyni zamanda biz məlumatlarımızı analiz etsək, biz nəyi bilirik? ABCD fiqurunun kvadrat olduğunu və eyni zamanda AC xəttimizin də bu kvadratımızın diaqonalı olduğunu bilirik. Lakin bizim sualımızdakı əksiklik nədən ibarətdir? Biz bu iki xətt haqqında, bu xətt və bu xətt haqqında, kvadratımızın daxilində olan bu iki xətt haqqında heç bir fikrə sahib deyilik. Sualımızın şərtindəki səhv və əksiklik ondan ibarətdir ki, bizə bu xəttlərin kvadratın tərəflərinə olan perpendikulyarlıqları və paralellikləri verilməli idi. Məsələn, bu xətt üçün danışsaq, bu xəttimizin CD və AB tərəfinə olan paralelliyi və yaxud BC və AD xəttinə olan perpendikulyarlığı verilməli idi. Bu iki şərtdən biri verilsəydi bizim sualımız düz olardı. Bu şərtlər iki xəttimiz üçün də, daxildə olan iki xəttimiz üçün də keçərlidir, ikisi üçün də lazımdır. Və biz bu şərtlərimizi düz qəbul etsək, yəni şərti verilmiş kimi qəbul etsək, sualımızı necə həll edəcəyik? İndi son göstərəcəm. Paralellikləri və perpendikulyarlıqları bilsək, biz buradakı bütün bucaqların 90 dərəcə olduğunu bilə bilərik. Onda biz bilərik ki, yuxarıda sağ küncdə olan bu fiqurumuzla aşağıda sol küncdə olan bu fiqurumuz ya düzbucaqlıdır, ya kvadratdır. Eyni zamanda biz bu daxildə olan iki xəttimizin də bu diaqonalımızın üzərində kəsişdiyinə əsasən bu fiqurumuzun kvadrat olduğunu deyə bilərik. Yuxarıda sağ küncdə və aşağıda sol küncdə olan iki dənə kvadratımız olduğunu deyə bilərik. Buna əsasən biz uyğun tərəflərin bərabərliyini tapa bilərik və eyni zamanda bu daxildəki üçbucaqlarımızın da bərabər yanı düzbucaqlı üçbucaq olduğunu deyə bilərik. Bu halda S1 üçbucağımızın tərəflərinə, katetlərinə AA deyə bilərik. S2 üçbucağımıza isə BB demək olar. S1-imiz bizim üçün olacaq düzbucaqlı üçbucağın sayəsindən A kvadrata bölünsün 2. S2-imiz də olacaq B kvadrata bölünsün 2. S1 bölünsün S2-imiz olacaq A kvadrat bölü 2 bölünsün B kvadrat bölü 2-dən A kvadrat bölünsün B kvadrat. Bu da bizim üçün şərtdə verildiyinə əsasən 1/9-a bərabərdir. Hər tərəfi kök altına salsaq, tərəflər arasında A bölü B bərabərdir 1/3 əlaqəsini tapmış olarıq. Buradan biz A-nın K-ya, B-nin isə 3K-ya bərabər olduğunu deyə bilərik. O zaman A-nın yerinə K, B-nin yerinə isə 3K yazsaq, biz eyni zamanda şərtimizdəki bu daxildəki xəttlərin paralelliyindən istifadə edərək paralel köçürmə ilə biz bu xəttimizi buraya köçürə bilərik və bu hissəmizə də 3K deyə bilərik. Buradan bizim tərəfimizin uzunluğu, CD tərəfimizin uzunluğu 4K-ya bərabər olar və biz bilirik ki, ABCD kvadratımızın tərəfi 8 cm-dir. Buna əsasən 4K-mız bərabərdir 8, K bərabər olacaq 2-yə. Buradan K-nın 2-yə bərabər olduğunu tapdıq. A-mız bərabərdir K-ya, bərabərdir 2-yə, B-miz isə bərabərdir 3K-ya, bərabərdir 6-ya. B-nin 6 olduğunu tapdıq. Bizdən isə S2-ni istəyir. S2-miz nəyə bərabər idi bəyək? Hesabladığımız əsasən B kvadratı bölünsün 2-yə bərabər idi. Bunlar B-dir. B kvadratı bölünsün 2-ni də hesablasaq, 6-nın kvadratı 36 bölünsün 2-dən 18-ə bərabər olduğunu deyə bilərik. Sualımızın düzgün həlli belədir. Lakin bu həlli etməyimiz üçün bizim tərəflərin içəridə olan, necə deyərlər, kvadratın daxilində olan tərəflərin kvadratın tərəflərinə olan paralellikləri və yaxud perpendikulyarlıqları verilməli idi. Bu iki şərtdən biri verildiyi daxildə, verildiyi şərtdə biz bu sualımızı düzgün həll edə bilərdik. Lakin gördüyümüzə əsasən bizim bu sualımızda daxildəki xəttlər haqqında heç bir məlumat yoxdur. Belə olduğu halda isə biz bu xəttləri mail bir şəkildə belə də götürə bilərik.
belə göstərmişsəm, belə və belə tutaq ki, götürə bilərik. Və bu zaman bizim S1-miz bu sahə olmuş olar və bu sahənin də biz düzbucaqlı üçbucaq olduğunu deyə bilmərik. Bu halda da biz sahələr nisbətini və sahənin tərəflə əlaqəsini hesablaya bilmərik və bu hesabımız da düzgün olmaz. Ona görə də bizim bu daxildəki xəttlərimizin kvadratın tərəfinə olan paralellikləri və yaxud perpendikulyarlıqları düzgün bir şəkildə verilməli idi. Lakin verilməyib deyə sualımızın şərtində əksilik var. Ümid edirəm ki, sualın həllini və şərtində olan əksiklikləri yaxşı bir şəkildə anladınız. Bugünkü videomuz bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.